على محمد وآل محمد. Bismillahirrahmanirrahim. Muharrem aydı, azadarlıq aydı, məxsusən şəhidlər aydı. Şəhidlərimiz müqəddəs Quran-ı Kərimdə Allah şəhidlərimiz haqqında buyurur ki, şəhidlərimiz həqiqətən insan üçün, insanlar üçün onların axan qanı cəmiyyətdə insanların damarına axar. Yəni cəmiyyətdə hər zaman haqq sevər insanlar, sülh sevər insanlar, hər sahədə qabağa gedən insanlar şəhidlərimizin axan qanı, onların verdiyi canın sayəsində ortaya gəlir. Ümumiyyətlə, insan üçün bu həyatda candan əziz üstün bir varlıq yoxdur. İnsanın, əgər bir insan canından keçirsə, qanından keçirsə, cəmiyyətdə hər bir insan o insana borcludur. Çünki insan əgər canını, qanını fəda edirsə, qurban verirsə ki, cəmiyyət yaşasın, insanlar yaşasın, rahat yaşasın, izzətli yaşasın, cəmiyyətdə hər bir insan şəhidlərimizə və xüsusən də onların valideynlərinə borcludur. Çünki onları da dünyaya gətirən, şəhid kimi yetişdirən, şəhid ümumiyyətlə şəhid olan vaxtı, biz indi şəhid olan vaxtı deyirik şəhid. Şəhidlərimiz qabaqcadan halınla, əhvalınla, ruhiyyəsindən, rəftarınla, danışığınla, vətəni sevməyindən yetişir gəlir şəhid olur. Yoxsa birdən-birə kimsə deyən mən şəhid olmaq istəyirəm, nə qədər desə də, arzulasa da onu edə bilməz. Qabaqcadan özü onu əqlinlə, düşüncəsinlə, təfəkkürünlə özünü yetişdirir, hazırlayır və məqamı çatanda Allah o məqamı, dərəcəni o şəxsə verir. Və Allah da Quran-ı Kərimdə şəhidlər heç vaxtı biri var insan ölə, deyəsən ki, bir şəxs öldü. Yəni öldü o deməkdir ki, yəni kitab bağlandı. Amma Allah şəhidlər haqqında deyir ki, şəhidlər ölmür. Yəni necə ki, insan yaşayar, insanın ömrü gedər. Sadəcə yox, deyir, insanlar gözlə görə bilmirlər. İnsan biri var, cismən içimizdə olar. Onlar deyir, sizin şəhid olandan sonra içinizdə olmasalar da, şəhidlik məqamı yanınızda olandan qat-qat üstündür. Onların sizə dua etməyi, cəmiyyətdə işlərinizi, hər bir sahədə sizə dua etməyi, kömək etməyi şəhidlik məqamı dirliyindən daha çoxdur. Ona görə Allah deyir, heç vaxt şəhidlər ölmürlər, şəhidlər daima yaşarlar. Ona görə də hər bir cəmiyyətdə, hər bir insanın da borcudur ki, şəhidlərimizin bizə qoyduğu o izzətli yolu, hər bir insan öz əməlinlə, şəhidin yoluna insan nə cür yaxın ola bilər? Əgər bir insan əqidəsi, əməli düzdürsə, 100 dəfə şəhid də desə, şəhidin ziyarətində də olsa, nə şəhidi tanıya bilməz, nə onun getdiyi yolu tanıya bilməz. İnsan birinci özü əməlinlə, əqidəsinlə, əməlinlə, qəlbinlə, fitrətinlə şəhid deyə, əməlində onu görsə də, o insan Allah, Peyğəmbər, Quran fərqi yoxdur, şəhid sevər insandır. Yoxsa dildə əgər bir insan şəhid deyə, qəlbində ona, şəhidin yoluna, inamına, qoyduğu izzətli yola, qəlbində iman olmuyor, əməlində onu göstərməzsə, onun heç bir faydası insana olmaz. Allah cəmiyyət şəhidlərimizi ruhlarını şad eyləsin, qazilərimizə şəfa versin, şəhid valideynlərin qarşısında baş əyri yerlərini öpürük. Amin. Allah kömək etsin. Şəhidlərimizə ruhlarını şad eyləsin. Mən anamızın, atamızın qarşısında baş əyirəm. Həqiqətən də qardaşımız şəhidlər haqqında olduğu kimi çox gözəl danışdı. Ruhu şad olsun cəmi şəhidlərimizin. Biz həmişə şəhidlərimizlə qürur duyuruq. Və həmişə də istəyimiz o olubdur ki, şəhidlərimiz hər zaman ziyarətləri olunsun. Neçə ki biz yaşayırıq, biz nəsildən nəsillərə şəhidlərimizin ziyarətini ötürə bilərik. Allah ruhunu şad eləsin hər bir. Şəhid valideynlərinə, əzizlərinə bir dənə təsəlli olan şəhidlərin ziyarəti və onların ziyarətidir. Ruhu şad olsun cəmi şəhidlərimiz. Hürmetli balamızın simasında bütün şəhidlərin şad məqamı cay, məkənləri cənnət olsun. Bugün bizim hürmetli balanın il dönüm mərasimində bir də Turan Şəhid Ailələri Birliyi olaraq baxın olarlar. Gəlmişik valideynlərin yanında olaraq, onlara təsəlli edək, onlara səbir edək. Şəhidlərimiz elə bir məqama yüksəliblər ki, Azərbaycan tarixində heç vaxt
neçə yüz illərdən bəri işğalda olan torpaqlardan geri qaytarılmamışdır. Bu şəhidlərin vətənpərvərliyi o qədər yüksək səviyyədə idi ki, onlar Ali Baş Komandanın siyasəti dəstəkləyərək onun ətrafında birləşib dəmir yumruq yaratdılar. Bu dəmir yumruqla kafirlərin başını əzildi. Nəhayət ki, 30 ildən bəri həsrətində qaldığımız Qarabağ ərazimiz bu şəhidlərin sayəsində qaytarıldı. Bunu dəfələrlə Ali Baş Komandan öz çıxışlarında da demişdi, izah eləmişdi ki, bizim nə qədər elm, texnika, inkişaf elə, texnologiya da inkişaf eləsə, o torpaqların geri qayıtmasında, onların bizim ərazimizə daxil olmasında canlı verən o zabitlərimiz, əskərlərimiz olur. Ancaq onların sayəsində biz bu qələbəyə nail ola bilmişik. Onların ruhları şad olsun. Bugünkü gün onların sayəsində hamı əmin-amanlıq sülh şəraitində yaşayır. Tariximizə zəfər qələbəsi deyilən Qızıl Hərbilərlə yazılan zəfər qələbəsi günü yazılmışdı. O bu şəhidlərin sayəsindədir. Şəhidləri unutmaq olmaz. Bunlar o qədər dəyərli insanlardır ki, hər bir ailənin demək olar ki, güman yerləri olubdur. Bunlar haqqın tərəfində olan təmiz, pak, vicdanlı, qəhrəman idilər ki, belə qəhrəmanlıq göstərib bizi bugünkü Buyurun ata size Allah buyurun. İbrahim Valamıza rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yerləri cənnət olsun. Onsuz da cənnətdir. Allah bütün şəhid valideynlərinə səbir versin. Nə bilim, Allah bizləri bir dost onlara qovuştursun. Atamız Şəkidən gəlib ha Süleyman ata. Şəkidən gəlib. Bilir. bir yerdə Bölgə olaraq deyirəm Şəkidən. Bəli. şəhidlərin yerdən də yeni hadisədə olmuş. Bəs atamız Allah şəhidlərimizə rəhmət eləsin. Allah sizləri də var eləsin ki, belə şəhidlərimizi unutmursunuz. Mənim şəhid ətrafın atasıyam, itirafım. Mənim oğlum da Qazaxda 707-də iştirak edirdi. Getdi Füzulidə. Füzulidə aynı 13 vurulub, Oxtiyabın 13 vurulub. 29 götürüb 30 dəfn eləmişəm. Mən o şəhidlərin hamısını görmüşəm. Yəni özüm gətirmişəm, özüm görmüşəm, öz gözlərimlə görmüşəm. Bu şəhidlər nətər şəhid olubdur. Allah hamısına rəhmət eləsin. Bu şəhid valideynləri qardaşlarımdır, analar da bacılarımdır. Allah onlara səbir versin. Allah səbrinizi versin ata. Bugün Elbəddin Süleymanoğlu'nun il dönümüdür. Bizler de Tovuz Turan Şəhid Ailəsi Birliği olarak ata-ananın yanında olup onların dərdinə şərik olmaq üçün gəlmişik. Elməddin balamızın timsalında bütün Azərbaycan şəhidlərinin ruhu şad olsun, məkanı cənnət olsun. Şəhidlərimizin ailələrinin, ata-analarının qarşısında baş əyirəm. Allah onlara can sağlığı versin, yaşasınlar, bu güzel balaları yaşasınlar. Sağ olun, güzel olun. Səlmi. Allah ruhunu şad eləsin qəhrəman balamızın, Elməddin balamızın timsalında bütün şəhidlərimizin məkanları cənnət olsun, ruhları şad olsun. O da ata-anasının tək oğul evladıydı. Yeri yadigarsız, yurdu nişanəsiz deyək bir oğluydu. Biz hamımız, əksəriyyətimiz demək olar belə analarıq, özümüz keçmişimizi bağlayıb, gələcəyimizi ümid elədiyimiz tək oğullar dünyaya gətirdik. Hər atanın, ananın qoynundan çıxan bir oğul, bir evdən çıxan bir oğul, bütün Azərbaycanın oğlu oldu, Azərbaycanın balası oldu. Yəni ki, çətindir, düzdür, şərəflidir, ucadır elimiz üçün, xalqımız üçün baş tacı olan oğullar. Amma bir atanın, bir ananın tək oğlunu vətən üçün qurban verməyi həm çətindir, ağır dərddir. Analar, oğulsuz analar, sönmüş ocaqlar, nuru sönmüş çıraqlar kimiyik. Allah razı olsun sizlərdən, bütün burada iştirak edən, bizlərin yanında olan hər kəsdən Allah razı olsun. Bizim də tək təsəllimiz odur ki, belə günlərdə, ümumiyyətlə, hər günlərdə olsun belə bizləri tək qoymamaqda. Bir də çox xahiş edirəm ki, bizim balaları unutmayın. Bizim heç nəyə ehtiyacımız yoxdur. Nə qədər yaşayırsanız bizim balaları yaşadım. Bu bizdən sonra da yaşasınlar.
Hürmetin babamızın bugün il dönümüdür. Yeri cennet olsun, məqamı ucu olsun. Atasına, anasına Allah səbir versin. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Allah ata, anasına, yarına, bacısına səbir versin. Allah rəhmət eləsin, Allah ata, anasına səbir versin. Ruhu şad olsun, məqamı ucu olsun. Buyurun devam edin. Şair Ülməddin Süleymanoğlu Nəsibov Azərbaycanın müasir tarixinə adı qızıl hərflərlə yazılmış qəhrəman, igid, cəsur, döyüşkən, vətənpərvər, bizi qəhrəman səviyyəsinə yüksəlmiş şəhidlərimizdən biri olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün suyun təmin edilməsi uğrunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Cənab İlham Əliyevin komandanlığı ilə həyata keçirilən ədalətli müharibədə 200 illik tarixi əhatə edən erməni işğalına son qoyulması, Ermənistan Respublikasının, Azərbaycan Respublikasının əraziləri hesabına Böyük Ermənistan yaratmaq ideyasının məhv edilməsinə istiqamətləndirilmiş əməliyyatlarda çox böyük qəhrəmanlıq nümayiş etdirərək ən yüksək zirvəni fəth etmiş qəhrəman oğullarımızdan biri olaraq müasir tariximizə daxil olmuşdur. Və Ülməddin Süleymanoğlu Nəsibov digər qəhrəman igid oğullarımız kimi, yəni adları Azərbaycanımızın tarixində qızlarla yazılmış şəhidlərimiz kimi uzun illər boyu Azərbaycan Respublikasının ərazilərinin düşmən işğalı altında olması ilə barışa bilmədiklərinə görə müasir Azərbaycanın qurucusu və banisi Heydər Əliyevin ən yüksək qiymət verdiyi hərbi peşəni, hərbi sahəni özünə ən yüksək peşə hesab edərək bu sahədə xidmət etməyi özü üçün ən böyük şərəf hesab etmişdir. Ona görə də hərbi sahədə xidmət edərək vətənimizin bütövləşməsi üçün xalqımızın gələcək firavan həyatının təmin edilməsi məqsədilə bu sahədə çox böyük uğurlara imza atmışdır. Yəni bizim şəhidlərimizin hər biri Azərbaycanımızın müasir tarixinə milli qəhrəman olaraq, vətən müharibəsi qəhrəman olaraq daxil olmuş. Eyni zamanda onları vətənpərvər ruhda, qəhrəman ruhda böyüdən ataların, anaların hər biri müasir dövrümüzün qəhrəmanıdırlar. Azərbaycanımızın milli qəhrəmanı, vətən müharibəsi qəhrəmanı. Ona görə ki, dünya ölkələrinin, dünya dövlətlərinin, beynəlxalq təşkilatlarının son 30 il əhatə edən bir dövrdə həll edə bilmədikləri məsələləri Azərbaycan Prezidentinin uğurlu, məsləhətgörlü, düşülmüş daxili və xarici siyasətinin məntiqi nəticəsi olaraq bu siyasətə Ülməddin Süleymanoğlu Nəsibov kimi qəhrəman oğullarımızın verdiyi dəstəyin nəticəsi olaraq xalqımızın dəstəyi ilə, ordumuzun gücü ilə Azərbaycan 44 gün ərzində özünün ərazi bütövlüyünü, suverenliğini təmin etmişdir. Bu qəhrəmanların adı tariximizə əbədi daxil olmuşdur. Yəni Ülməddin Süleymanoğlu Nəsibov kimi minlərlə qəhrəmanlarımız müasir tariximizə əbədi olaraq daxil olmuşdur. Onların uyduğu torpaq sahələri Azərbaycanımızın ən müqəddəs torpağıdır. Onların abidələri Azərbaycanımızın ən əzəmətli abidəsidir və hər an ziyarət edilməlidir. Şəhidlərimizin keçdiyi tarix yol barəsində, onların qəhrəmanlığı barəsində geniş məlumatlar verilməlidir, əsərlər yazılmalıdır və gələcək nəsillərə ötürülməlidir. Bu cümlədən Ülməddin Süleymanoğlu Nəsibovun Azərbaycan xalqının tarixində, müasir tariximizdə rolu və yeri barəsində, yəni ki, bizim qəhrəman oğullarımız, o cümlədən zabitlərimiz Azərbaycan Prezidentinin hakimiyyəti dövründə formalaşmış, inkişaf etmiş gənclərdən olaraq Azərbaycan Prezidentinin siyasətinə dəstəklərini ifadə edərək ordu sıralarında Azərbaycan ordusu qarşısında qoyulmuş məqsədlərə nail olmaq üçün öz canlarını vətən yolunda bugünümüz üçün, gələcəyimiz üçün, sabahımız üçün 350 milyondan çox Türk dünyasının 50 milyondan çox dünya Azərbaycanlılarının 10 milyondan çox Azərbaycanlıların firavan həyatı üçün canlarını qurban vermişlər. Yəni ki, bizim tariximizdə
hər bir vətəndaş, hər bir Azərbaycanlı, hər bir türk, hər bir tərəqqipərvər bəşəriyyətin hər bir nümayəndəsi şəhidlərimizə yüksək dəyər verməlidir, qiymət verməlidir. Ona görə ki, Azərbaycan Respublikası 21-ci əsrdə dünya miqyasında bu səviyyəyə çatmasında, formalaşmasında, hərbi siyasi üstünlüyə malik olmasında, dünyada qüdrətli dövlətə çevrilməsində, müstəqil dövlət olaraq hegemon dövlətə çevrilməsində hər bir şəhidimizin xüsusi xidmətləri var. O cümlədən Elməddin Süleymanoğlu Nəsibovun xüsusi xidmətləri vardır. Ona görə də biz onun xidmətlərini yüksək dəyərləndiririk, qiymətləndiririk. Onun atasına, anasına, ailə üzvlərinə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk ki, vətənimiz üçün, xalqımız üçün, Azərbaycanımızın tərəqqisi üçün bu cür qəhrəman igid oğullar bəxş ediblər. Hər bir şəhid ailəsi, şəhid anası, şəhid atası Azərbaycanımızın qeyd elədiyimiz kimi müasir tarixinə Azərbaycanın milli qəhrəmanı olaraq daxil olmuşdur. Çünki Ermənistan Respublikasının təcavüzkar işğalçı soyqırımcı cinayəti törətmiş ölkə olaraq tanınması istiqamətində nə Birləşmiş Millətlər Təşkilatı, nə də ki onun Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələr və bu problemi dik yollarla həll etmək istiqamətində təyin edilmiş ölkələrin həm sədrləri heç bir əməl tədbirlə həyata keçirmədiyinə görə və keçirmək istəmədiklərinə görə bu cür oğullarımız dünya ölkələrinin həll edə bilmədiyi məsələləri həll etmişdir. Ona görə də onlar Azərbaycanın tarixinə əbədi olaraq daxil olmuşlar. Yəni Azərbaycan prezidenti də hər bir şəhidimizin qəhrəmanlığına xüsusi qiymət vermişdir. Onların xidmətləri yüksək qiymətləndirmişdir. Eyni zamanda onları qəhrəman usta böyüdən atalara, analara yüksək qiymət verək etmişdir ki, biz əldə etdiyimiz bu böyük qələbəyə görə şəhidlərimizə borçluyuq. Onları qəhrəman usta böyüdən atalara, analara borçluyuq. Ona görə də biz bir daha şəhidlərimizin Prezident Cənab Həmərov tərəfində yüksək qiymətləndirilməsinə öz dəstəyimizi ifadə edərək daim şəhidlərimizi anmalıyıq, ziyarət etməliyik. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, Allah xalqımızı, ordumuzu qorusun. Allah Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı 21-ci əsr tariximizə Azərbaycanın qurtuluş dahici xilaskarı olub daxil olmuş Azərbaycanın milli qəhrəmanı, dünya miqyaslı siyasi xadim Cənab İlham Əliyev olsun. Amin. Allah bir daha şəhidlərimizə rəhmət eləsin. Başınız var olsun. Allah rəhmət eləsin. Məlikə xala, başınız həmişə ucu olsun, həmişə ucadır. Ruhu şad olsun. Allah sizə səbir versin. Bütün şəhid anaları, bütün şəhid valideynləri hamısının qarşısında baş əyirəm. Sizin qarşınızda söz demək həm çox qürurludur, həm çox fəxirdir və həm də çox həyəcanlıdır. Başınız ucu olsun. Sizin evlatlar Azərbaycanın başını ucu eləyiblər. Bayaq bir siz şəhid olması dedi ki, bizim evlatları unutmağa qoymayın. Sizin o sözünüz məni çox sızıldatdı, ürəyim çox əsdi. Mən Elməddin Nəsibov, Aqil Nəsibov mənim əmlərimin evlatlarıdır, əmim oğlanlarıdır. Həm də ki, mən burada bir müəllimə kimi sözümü demək istəyirəm. Mən Nəsəddin Tusi adına orta məktəbin müəlliməsiyəm. Mənim sinifim 5 ildir baş leytenant cənab Şəhid Elməddin Süleymanoğlu Nəsibovun adını daşıyır. 5 ildə mənim 27 şagirdim var. 27 şagirdimin hər biri Elməddin Nəsibovun həyatını, döyüş yolunu, təhsil həyatını əzbər bilirlər. Elməddin Nəsibovun ailəsini, qohum əqrəbəsini, yəni inanın ki, o qədər yaxından bilirlər, o qədər dərindən bilirlər ki, biz müəllimlərin borcu onları yaşatmaqdır. Heç vaxt, heç biraz istər müəllim olsun, istər adi vətəndaş olsun, heç birimiz sizin şəhidləri unutmağa qoymarıq. Sizin başınızda olsun və siz həmişə rahat olun ki, sizin evlatlarınız daima yaşayır. Nə qədər Azərbaycan var, sizin evlatlarınız daima yaşayır. Hər bir şəhid anasının, atasının qarşısında baş əyirəm. Haqqınızı halal edin. Bilirəm ki, sizin üçün çox çətindir. Haqqınızı halal edin. Allah sizə səbir versin. Sağ olun.